Herkese salam aleykum dostlar. Mən Elvin. Deməli bu gün sizdə niyə neçə gündür video atmıram, bəlkə də neçə ay niyə video atmıram? Gəlin bunu sizə izah edeyim. Deməli yadınıza düşürsə də 3 ay, 2 ay bundan əvvəl belə bir mikrofon almışdım. Bu mikrofon mənim başıma türlü oyunlar açdı. Nə oyunlar açdı? Gəlin izah eləmədən əvvəl mikrofonu qoşaq. Yəqin ki səsim gəlir. Gördüyünüz kimi bu mikrofonla danışan səsimin necə çirkin çıxdı, eşidə bilirsiniz. Mikrofonsuz danışıram. Baxın gördüyünüz kimi mikrofonu çıxartmışam. İndi isə mikrofonsuz danışıram və səsimin necə təmiz çıxdığını eşidə bilirsiniz. Deməli bu mikrofonu nə edirik? Bu mənim bu balacalıqda mikrofon. Deməli mənim 3 dənə videomu xarab eləyib. Niyə xarab eləyib? Hər çəkdiyim videoda bu mikrofonla çəkdiyim üçün xarab eləyib də səsi yüzündən. Videoyu məcbur sildim yerdə. İndi isə bu mikrofonu da siləcəyik. Gəlin belə bir şey eləyək. Görünüş üçün dura bilər əslində. Niyə kəsdim? Təzə mikrofon zakaz elədim. İnşallah o mikrofonum gələndə sizə daha yaxşı videolar çəkməyə çalışacağam. Deməli bu var idi deyini düzəməlli videolar çəkə bilmir. Səs kaydını telefonla almaq məcburiyyətində qalırdım. Ona görə də mikrofon zakaz eləmiş. 4 günə o mikrofon gəlməli. Uzağı bir həftəyə gələ bilər da maksimum. Bax o mikrofonumuz gəlsin, sizlərlə bir yerdə yenidən TikTokda olacağam. Bıraxmaq yoxdur. Yalandan buraxayım narim işimin gücümün adı nədir? Bu mikrofonu da yaxın adamdan almışdım. Səsi pis çıxdığı üçün paramparça elədim. Mən də belə bir adamım, yəni xoşuma gəlməyən şey olan. Tullamağın yerinə gələ parçalayım. Bir dənə uzunluqlu mikrofondan qalan bu mikrofon başlığı. Nəysə dostlar, inşallah dediyim kimi mikrofonumuz gələndən sonra sizlərə daha maraqlı, daha akıcı videolar çəkməyə davam edəcəm. Sizin səmana verə biləcəyiniz bu videoda və əvvəlki videolarda verə biləcəyiniz sadəcə takip atmaq, like atmağınız. Sizə çox çətin bir şey yoxdur. Öpürəm, hələlik salamat qalın.